Növbəti istəyəşk işimiz də tamamlandı və istəyəşk işimizin qruntovka işidir, üzünün qruntovka işi. Deməli, istəyəşka tamamlanıb, bunun altına flex daraq çəkildi, 3 sm qalınlıqda və istəyəşka vuruldu belə. Və indi istəyəşka tamamlanandan sonra Kamal Usta bunun üstünün qruntovkasını vurur, beton qruntovkasıdır. Bu jitqis beton qruntovkasıdır, bu vurulan. Hemen bax bu mahiyyədəki, bax budur. Bax bu mahiyyədə dəyərli izləyicilərimiz. Jitkoe Strelko. Bunu beton səthində çəkilir ki, beton səthində çatlamadır, tozlanmadır, bunun qarşısını alır bu. Və betonda elastiklik, möhkəmlik yaradır. Və betonda tozlanma olmur. Bu qədər dəyərli izləyicilərimiz. Bu bir dəfə şaquli vurulmalıdır, bir dəfə də üfüqü vurulmalıdır. 2 sloy vurulmalıdır. Özə bu qaydada da dəqiq, yəni betonu tam islanmalıdır, təmiz.